Dəyərli müəllimlər, bu videoda pozitiv intizam və bərpa-edici yanaşmanın ikinci hissəsinin test izahına baxacağıq. Qeyd edeyim ki, birinci hissəsinə baxmamızsa mütləq şəkildə baxın ki, çünki orada test izahına başlamamışdan öncə bir mövzunu yenidən təkrarlamışıq, müəyyən qeydlər götürmüşük, sonra test izahına başlamışıq. İndi davam edək, dəyərli müəllimlər 13-cü sualdan 20-yə qədər, sona qədər. Müəllim müşahidə edir ki, şagirdlər qaydalara əməl edir və dərsin gedişi pozulmur. Lakin müəllim hiss edir ki, şagirdlər fikir bildirməkdə ehtiyat eləyirlər. Yəni, bir növ risk eləyə bilmirik də, birdən səhv olar və s. Şagirdlər deməli fikir bildirməkdə ehtiyat eləyirlər. Suallara qısa cavablar verirlər və təşəbbüs göstərmirlər. Yəni, suallara cavab vermir, təşəbbüs göstərir və qısa cavablar verir. Müəllim dərsin sakit və nizamlı keçməsi müsbət hal kimi qiymətləndirir ki, bu müsbət bir hal deyil və mövcud yanaşmanı dəyişmir, belə də davam edir. Müəllimin bu yanaşmasının uzun müddətli təsirini daha dəqiq ifadə. Əgər müəllim davamlı şəkildə belə yanaşsa, bu nə ilə nəticələnə bilər deyir. Yəni, sualın şərtində onu soruşurlar sizdən. Bir müəllimin bu yanaşmasının uzun müddətli təsiri, siz uzun müddət bunu eləsəniz, nə ilə nəticələnə, hansı təsirləri ola bilər deyir. Gəlin onu axtaraq. Sinifdə sabitliyi və proqnozlaşdıra bilən bir davranış mühiti formalaşır. Hardan formalaşır? Şagird fikir ifadə eləməkdə çətinlik çəkir. A-nı sildim. Şagirdlər davranışlarını müəllimin gözləntilərinə uyğun tənzimləyəcəklər. Aha, burası düz gəlir. Əgər belə hal olarsa, şagird fikir bildirməkdə çətinlik çəkir, təşəbbüs göstərmir. Müəllim deyir ki, bu müsbət haldır. Şagird, yəni müəllimin gözləntilərinə uyğun hərəkət. Yəni müəllimə xoşsa, uşaqlar da xoşdur da, belə deyirlər. Tənzimləyəcək, öyrənmə prosesində risk alma meyili tədricən uşaqlar risk eləyə bilməyəcəklər. Onsuz sualın şərtində risk eləyə bilmirlər də, təşəbbüs göstərmirlər. Mən də bunu normal hal kimi qiymətləndirəm. Yəni, get-gedə də bu artıq uşaqlar ümumən risk eləyə bilməyəcəklər. Risk alma meyili tədricən zəifləyir. Ayda birdən səhv eləyərəm və s. Get-gedə risk alma meyili tədricən zəifləyir. Ümumiyyətlə cavab verməyəcəklər. Əgər mən bu halı normal hal kimi qiymətləndirirəmsə, əgər uzun müddətli belə bir yanaşma göstərirəmsə, bu kimi hallarla qarşılaşa bilərik. Ona görə B variantı bizi şərtdə yazıb ki, bu yanaşmanın uzun müddətli təsirini daha dəqiq ifadə edən hansıdır? Əgər siz bunu bir müddət, uzun müddət tətbiq etsəniz, hansı təsirləri olacaq? B variantı kimi təsirləri olacaq. Şagirdlər risk alma meyil. Çünki risk almaqdan söhbət gedirmir, bəli, fikir bildirməkdə ehtiyat edirlər və təşəbbüs göstərmirlər. Yəni, uşaqlar risk eləyə bilmirlər. Bu get-gedə ümumiyyətlə risk ehtimalını biraz da aşağı salacaq. Risk alma ehtimalı tədricən zəifləyəcək bu uşaqlarda. Bəli, B variantı doğrudur. Dərsin axıcılığı qorunacaq. Şagirdlər özləri təhlükəsiz hiss etdik. Hardan təhlükəsiz? Əslində təhlükəlidir, təşəbbüs göstərə bilmirlər. Şagirdlər müəllimin gözləntilərini daha yaxşı anlayacaq və yalnız uyğun hesab etdikləri zaman fikir bildirəcəklər. Şagirdlər ümumiyyətlə risk eləmirlər, təşəbbüs göstərmirlər. Çünki onların risk alma meyili get-gedə zəifləyir. Müəllim də bunu normal hal kimi qiymətləndirir. Ümumiyyətlə heç fikir bildirməyəcəklər get-gedə uşaqlar. Sinifdə qaydalara əməl yüksək səviyyədə qalacaq. Mövcud dərs strukturunun dəyişmədiyi üçün şagirdlər arzu olunan davranışları qorunacaqdır. Bu arzu olunan davranış deyil axı. Təşəbbüs göstərmirlər, ehtiyatlı davranırlar, qısa cavablar verirlər, dərsə maraqları bir növ yoxdur. Deməli, belə bir davranış sərgiləsək, uzun müddət bu kimi hallarla rastlaşa bilərik. Düzgün cavabımız oldu B variantı. Baxırıq, dəyərli müəllimlər, 14-cü suala. Uyğunluğu tapın deyir. Doğrudan doğru, yanlışdan yanlış axtaracağıq. Deyir ki, pozitiv intizam və bərpa-edici yanaşma yanlış davranışı dayandırmaqdan çox onun səbəbini, təsirini anlamağa, münasibətləri qorumaqla şagirdlər məsuliyyəti formalaşdırmağa yönəldir. Bəli, bu doğrudur. Pozitiv intizam və bərpa-edici yanaşmanın mahiyyəti o deyil ki, bu dəqiqə kimsə negativ davranış sərgilədi, onu dayandırıb dərsə davam edeyim. Qısa müddətli deyil. Bunların təsiri uzun müddətli olur. Çünki biz onun səbəbini araşdırırıq, münasibətli qorumağa çalışırıq, uşağın məsuliyyətli olmağa təşviq edirik və s. Bu doğru fikirdir. Biri götürəcəksiniz dəyərli müəllim. Biri götürdük. Ara qeyd eləyək. Yazdıq 1. Bu yanaşma tətbiq edildikdə müəllim əsas diqqəti münasibətlərə yönəltdiyi üçün dərsə nəzarət və akademik intizamı zəiflədiyi müşahidə olunur. Yəni, siz bu yanaşmanı tətbiq edirsiniz, akademik intizam zəifləyir, dərs oxumayacaq deyir cəmaət. Əksinə daha yaxşı oxuyacaqlar, daha yüksək nailiyyətlərimiz olacaq. Niyə səhv olsun ki bu? Yəni ki, daha doğrusu, niyə akademik nəticəmiz zəifləsin ki? Ona görə bir yanlış fikirdir. İkini götürməyəcəyik.
Davranış səbəbləri və nəticələri prizmasından yanaşma sinifdəki təhlükəsizlik hissini gücləndirir. Şagirdlərin məsuliyyəti cəza qorxusu ilə deyil, şuurlu seçim kimi mənimsənməsinə imkan yaradacaqdır. Bəli, təhlükəsiz bir mühit olacaq, cəza ilə yox, cəza bayaq, yəni birinci hissənin izahında demişdik ki, cəza ilə yox, uşaqların ona zərər veriblər ki, məsələn, misal üçün onun məsuliyyətini dərk eləsinlər. Bu doğrudur, amma götürmürsünüz. Pozitiv intizam və bərpaedici yanaşmanın tətbiqi nəticəsində müəllim davranışlara birbaşa müdaxilə etmədiyi üçündür. Sinifdə intizam əsasən şagirdlərin öz təşəbbüsünə buraxılır. Təbii ki, yanlış müəllim niyə müdaxilə eləməsin ki? Bu yanlışdır. 1-4. Doğrudan doğru, yanlışdan yanlış. 1-4. 15-ci suala baxırıq. Dərs bitdikdən sonra müəllim sinifdə kitablardan birinin cırıldığını görür. Hadisəyə kimin səbəb olduğu məlum deyil. Yəni, kimdir günahkar demirik. Müəllim sinifdə söhbət aparır, bu vəziyyəti sinif üçün nə ifadə etdiyini və belə bir zərərin necə aradan qaldırılacağını yəni bununla bağlı bir müzakirə edir. Şagirdlər kitabın bərpası və sinif əşyalarına münasibətlə bağlı ortaq məsuliyyətlər götürürlər. Yəni ki, bu kim cırdı, getsin kitabı bərpa eləsin demirik də, bir yerdə ortaq məsuliyyət götürürük ki, biz bunun fərqinə varaq. Müəllimin yanaşması şagirddə hansı bacarıqların formalaşdırmasına təsir edəcəkdir. Gəlin variantlara baxaq da. Yəni uşaqlar burada baş vermiş problemi bir yerdə, çünki yazmaq ortaq məsuliyyət götürür. Kimin üstünə yıxmamışıq ki, kim falan kəsdirir bu kitabı. Ümumi sinif qaydaları əsas götürülərək fərdi davranışa onlara uyğunlaşdırılır. Yəni burada ortaq məqsədlər üçün götürdük axı, fərdi davranışa uyğun götürmədi, ona görə onu sildim. Hadisənin nəticələrini kollektiv kontekstinə dəyərləndirir və məsuliyyət paylaşılır. Bəli, çünki biz ortaq məsuliyyət götürdük axı. Ortaq bir yerdə eləyirsə, öz aramızda məsuliyyəti bölüşdürürük, paylaşırıq, ortaq məqsədlər üçün çalışırıq. Elə düzgün cavabımız B variantıdır. Müəllimin gözləntiləri düzgün qavrayaraq uyğun davranış modeli seçilir. Xeyr, bir yerdə problemi həll edirlər. Sinif mühitində sakitliyi və nizamı qorumaq üçün özünə nəzarəti nümayiş etdirmək, bu da yanlışdır. Maddi zərərin aradan qaldırılmasına yönəlmiş praktik həll yolları müəyyənləşdirilir. Maddi zərərin nə adiyyəti var bura? Hər sizdə hər hansı bir problem baş verəndə ortaq məsuliyyətlər götürürük, bir yerdə həll edirik, qarşılıqlı razılaşma yolu ilə, dialoq yolu ilə problemi həll edirik ki, uşaqlar məsuliyyəti dərk eləsinlər. Düzgün cavabımız oldu B variantı. 16-ya baxırıq. Şagirdlərdən biri tapşırığı yerinə yetirmədiyini bildirir. Müəllim onun məsuliyyətsizlik etdiyini, növbətində və eyni hal təkrar olunarsa daha sərt tədbirlər görəcəyini bildir. Bir növ ənənəvi rejim kimi. Bayaqdan danışdığımız dərs yalan çıxdı da, yəni ənənəvi rejimdir bu sualın şərti. Daha sərt tədbir görəcəyini bildirir. Müəllim bu addımı hansı pedaqoji yanaşmaya ziddir deyir. Zidd olan tapmalı. İndi görək hansı ziddir. Dərs prosesində qaydalara əməl olunmasını təmin etmək üçün müəllim nəzarət və xəbərdarlıq bu ənənəviyə uyğundur. Da zidd deyil ki bu. Bizə zidd olan lazım. Yəni cavabda qəşəng bir şey axtarmalısınız ki, qəşəng cavabı zidd olsun. Bu elə sərtdir. Bu zidd deyil, bu uyğundur əksinə. Şagird tapşırığı yerinə yetirməməsi onun dərsə məsuliyyətsiz yanaşmasının göstəricisi kimi qiymətləndirilir. Şərtdə yazılıbdır, müəllim onu məsuliyyətsizlik etdirir, məsuliyyətsiz adlandırır. Bu zidd deyil, bu da uyğundur şərtə. Şərt də neqativdir, bəndlərin ikisi də hələ ki neqativdir. Daha sonra C variantına bax. C-də nə yazıb? Şagirdin davranışının səbəbləri araşdırılmalı, onun vəziyyəti dinlənməli və məsuliyyət anlayışı dialoq və anlama yolu ilə formalaşdırılmalıdır deyir. Bir yerdə daha doğrusu qarşılıqlı dialoq şəklində qarşılıqlı razılaşma yolu ilə müəyyənləşdirmək və səbəbləri araşdırmaq lazımdır. Bəli, bu doğrudur. Bu yanaşmaya ziddirmi? Sualın şərti. Bəli, bu yəni C variantında zidd hərəkət olunmuş sualın şərtində. Bizə də zidd lazımdır, o da C variantıdır. Digər variantlarda yəqin ki, şərtə uyğundur da. Şagirdin davranışı təsir etmək üçün müəllim məsuliyyəti formalaşdırılmasına əvvəlcə müəyyən olmuş xəbərdarlıq. Xəbərdarlıq ənənəvi uyğundur, bu zidd deyil. Yəni şərtə uyğun idi. Qayda pozuntuların qarşısını almaq məqsədi ilə müəllim əvvəlcə nədir xəbərdarlıq edir. Bu da şərtə uyğundur. Bizə zidddir lazımdır. Zidd deyəndə yəni qəşəng cavab axtarmalısınız. Sualın şərti ənənəvidir. Ziddir deyəndə deməli müsbət bir fikir axtarmalısınız. O da C variantıdır. Baxırıq 17-yə. Hansı fikir doğrudur? Düz axtarmaq lazımdır. Şagirdlərin davranış pozuntuları adətən qaydaları kifayət qədər aydın müəyyən edilməməsi ilə bağlı olur. Buna görə də intizamın təminində strukturlaşdırılmış nəzarət mexanizmi. Bunu sildik. Bu səhvdir.
Biz danışmışdıq da testin izahının birinci hissəsində cəzalandırmaq, təzyiq göstərmək, cəza tədbirlər bunlar yanlışdır. Ona görə A-nı sildik. Davranış pozuntusu baş verdikdə əsas məqsəd pozuntunun dərhal qarşısını almaqdır və növbəti mərhələdə refleks və müzakirə aparıla bilər. Yəni bu dəqiqə mən bunu həll elədimsə, bu qısa müddətlidir. Bizə lazımdır uzun müddətli bir yolla həll eləyək, bir yerdə həll eləyək onu. B-ni də sildik. Davranış dəyişikliklərinin davamlı olması üçün fərd əvvəlcə davranışın mənfi nəticələri üzləşmə, əvvəlcə uşağın başına nəsə gəlməlidir, üzləşməlidir, sonra məsuliyyət formalaşsın uşağa. Təbii ki, bu da yanlışdır, çox kobud bir cümlədir. Davranış pozuntuları zamanı fərdin inkişaf mərhələləri və sosial münasibətləri nəzərə alınmalıdır. Davranışın düzəldilməsi prosesi isə şəxsin bilavasitə fəal iştirakı ilə aparılmalıdır. Çünki bayaq dedik də elə. Yəni hər hansı bir davranış pozuntusu olundu, bir yerdə qarşılıqlı razılaşma yolu ilə, dialoq yolu ilə bir yerdə həll edirik. D variantı doğrudur. Yəni hər ehtimal Y variantına baxaq. Şagirdin neqativ davranışlarına müdaxilə zamanı əsas diqqət qaydaların icrasına yönəlməlidir. Emosional və sosial faktorlar isə yalnız təkrarlanan hallarda nəzərə alınmalıdır. Bu da yanlışdır. Deməli, düzgün cavabımız oldu D. Bir yerdə həll etmək, dialoq şəklində qarşılıqlı razılaşma yolu ilə həll olunmalıdır və s. Düzgün cavabımız oldu D variantı. 18-ə baxırıq. Qrup işi zamanı bir neçə şagird yoldaşlarından birinin müzakirəyə cəlb etmir. Deməli, qrup şəklində işləyirlər. Şagird yoldaşları digər bir şagirdlərdən birini müzakirəyə cəlb etmir. Onun fikirlərini nəzərə almadan işi tamamlayırlar. Müəllim qrup daxilində kənarlaşdırma olduğunu fərq etsə də, yəni mən görürəm uşaqlardan biri, yəni komanda qrup bir uşağı təkləyiblər. Kənarlaşdırırlar. Mən bunun fərqinə vardım və bu məsələni müzakirə etmir. İşi yoxlayarkən də ancaq nəticəyə diqqət yetirirəm də, bu vəziyyətə diqqət yetirmirəm. Bu vəziyyətdə problemin pozitiv intizam və bərpaedici yanaşma prinsiplərinə uyğun həll olunması üçün müəllim hansı addımı atmalıdır? Gəlin addımlara baxaq, görün hansını atsaq yaxşıdır. Qrup işinin icrası ilə bağlı qaydaları xatırladaraq növbəti dərsdə yenidən izah etməlidir. Qaydanı xatırlatdım. Mən görürəm ki, fakt belə uşaqlardan biri prosesindən kənarlaşdırıblar. Mən bunu həll eləməliyəm. A-nı sildim. Kənarda qalan şagird də fərdi söhbət apararaq onu iştirak etməyə təşviq etməlidir. Axı digər sinif yoldaşları onu kənarlaşdırıblar da. Deməli bu problem bir yerdə həll olunmalıdır. Ancaq o uşaqlıq deyil, o uşaq istəyərdi ki, onu kənarlaşdırsın. O da istəməzdi. Daha sonra qrup daxili dialoq quraraq, bəli, bayaqdan dəfələrlə deyirik, problem dialoq şəklində həll olunmalıdır, qarşılıqlı razılaşma yolu ilə həll olunmalıdır. Dialoq quraraq yaşananların təsirini müzakirə edib, gələcək üçün ortaq qərarlar qəbul edilməlidir. Ortaq bir yerdə razılaşmaq lazımdır. Ona görə C variantı doğrudur. Bizdən də hansı addım atmaq lazım idi, odur. Ona görə düzgün cavabımız C-dir. Digər variantlara da baxaq. Qrup işinin nəticələri əsas götürərək qiymətləndirmədə aşağı bal tətbiq edilməlidir. Bu da səhvdir. Bizə lazım ki, problemi düzəldək, təhlil eləyək, araşdıraq, bir yerdə həll yolları tapaq. Sinifdə gərginlik yaranmaması üçün qrup daxili münasibətlər müzakirə özünüz bilərsiniz də. Yəni sinifdə gərginlik yaratdım ki, özünüz bilərsiniz kim iştirak edir, kim iştirak eləmir. Təbii ki, bunu müzakirə çıxarmamalıdır. Bu da yanlışdır. Axı biz problemi həll eləməliyik. Düzgün cavabımız oldu C variantı. Baxırıq 19-cu suala. Sinif müzakirəsi zamanı şagirdlərdən biri fikrini ifadə edərkən digər şagird yoldaşının sözünü yarımçıq kəsərək öz fikrini bildirir. Daha doğrusu ilk şagird bu vəziyyətdən narazı qaldığını deyir. Digər şagird isə bunu bilərəkdən etmədiyini, sadəcə fikrini tez çatdırmaq istədiyini bildirir. Yəni bilərəkdən eləməmişəm, kimin sözünü kəsməmişəm. Müəllim hər iki şagirdi dinləyir. Baş verənlərin sinifdə ünsiyyət mühiti necə təsir etdiyini müzakirə edir və tərəflərlə birlikdə bir yerdə dialoq şəklində qarşılıqlı razılaşma yolu ilə, baxın dəyərli müəllimlər, razılaşma yolu ilə müəyyənləşdirirlər. Ortaq qərarlar üçün çalışırıq. Burada hər şey qaydasındadır. Müəllim bu yanaşması ilə bağlı aşağıdakı fikirdə hansı daha doğrudur deyir. Yəni baxaq da şərti uyğunluğunu tapmalıyıq. Müəllim dərsin vaxtını itirməmək üçün situasiyanı tez bir zamanda bağlamağa üstünlük vermiş. Niyə üstünlük vermişdir? Elə bir yerdə bəs çalışırdıq axı biz. Bir yerdə hər iki tərəfi ayrı-ayrı da dinləyirəm, qarşılıqlı razılaşma yolu ilə. Bu A variantı səhvdir. Müəllim məsuliyyəti şagirdin üzərinə qoymur axı məsuliyyəti. Bir yerdə həll eləyirlər. Mən özüm də müdaxilə edirəm, mən özüm də hər iki tərəfi ayrı-ayrı dinləyirəm. Ona görə B-ndə çıxırıq. Müəllim əsas diqqəti sinif qaydalarının pozulmadığını müəyyənləşdirməyə yönəltmişdir. Xeyr, müəllim şərtdə əsas məqsəd nədir? Problemi həll eləyirik. C də səhvdir.
Bizə düz cavab lazımdır. Müəllim cəza tətbiq etmədən, edərək deyilsə səhv olardı. Müəllim cəza tətbiq etmədən davranışın təsirini dərk etməyə və şagirdlərin məsuliyyəti şuurlu şəkildə bölüşməsinə şərait yaradır. Bəli, elə bunu bayaqdan dəfələrlə deyirik də, bir yerdə şagirdlər elədiyi davranışın fərqinə varsınlar, dərk eləsinlər, şuurlu şəkildə onu başa düşsünlər. Mən də ona şərait yaradıram. D variantı doğrudur. Bayaqdan danışdığımız elə şərt testlərə uyğun olandır. Pozitiv intizam və bərpa edici yanaşmaya da olan fikirdir D variantı. Y-yə də baxaq hər ehtimala qarşı. Müəllim bu yanaşma ilə sinifdə nizam intizamın öz-özünə formalaşacağını nümayiş etdirir. Öz-özünə formalaşmır, axı biz bir yerdə həll eləyirik onu. Öz-özünə heç nə formalaşmır. Düzgün cavabımız oldu D variantı və sonuncu suala baxırıq dəyərli müəllimlər. Müəllimin pozitiv və bərpa edici yanaşmadan istifadə etməsi üçün hansı addımları atması daha məqsədə uyğundur? Daha məqsədə uyğun olanı tapmalıyıq. Gəlin variantlara baxaq. Mənfi davranış dərhal dayandırmaq, qaydanı xatırlatmaq, hadisəni qeydiyyata almaq, valideynlərə məlumat vermək. Nə oldu da valideyni gətirib çıxartdı o məktəbə? Bu səhvdir. Davranışı fərdi problem kimi qiymətləndirmək, şagirdi ayrıca söhbətə çağırmaq və düzgün davranış modelini izah etmək. Yəni, bu sənin öz problemindir deyirəm uşağa, bu da səhvdir. Daha sonra C variantına baxaq. Hadisənin səbəbi aydınlaşdırmaq, tərəflərin hər birini dinləmək, davranışın təsirini müzakirə etmək, zərərin necə bərpa olunacağını birlikdə müəyyənləşdirmək və razılaşmaya əməl olunması. Baxın, dəyərli müəllimlər, dərsdə nə demişiksə və test izahında birinci hissəsində nə demişiksə hər biri burada var. Səbəblərini aydınlaşdırmaq, təhlil etmək, hər birini dinləmək, davranışın təsirini müzakirə etmək, zərərin bərpa olunması və birlikdə qarşılıqlı razılaşmaq yolu ilə, dialoq yolu ilə problemi həll etmək. Hər şey var da. Variant deyir ki, məni götürün, məndən başqa variant düz cavab yoxdur. Deməli, düzgün cavabımız C variantıdır. Digər variantlara da baxaq, xətrinə dəyməyib. Deməli, D-də yazıb ki, qaydanın pozulduğunu bildirmək, dərsin gedişatını qorumaq üçün mövzunu dəyişmək, hadisəyə sonradan qayıtmaq və gərginlik yaranmaması, üstünlük tutmaq. Nə oldu bu? Ənənəvi rejim oldu ki, davranışa diqqət çəkmək, şagirdə xəbərdarlıq etmək, xəbərdarlıq avtomatik səhv oldu. Düzgün cavabımız oldu C variantı. Ümid edirəm ki, dəyərli müəllimlər, bu testin izahı sizlər üçün həm faydalı oldu, həm də öyrədici oldu. Zəhmət olmasa testin birinci hissəsinin izahına da mütləq baxın ki, çünki birinci hissəsinə baxanda demək olar ki, mövzunu çox yaxşı şəkildə öyrənmiş olursunuz. Dinlədiyiniz üçün də təşəkkür edirəm.